Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 1 iyun qəbul imtahanının suallarına baxırıq. Birinci qrupların qəbul imtahanı suallarıdır. Variant D 31-ci sualda bildirir ki, harmonik rəqsidən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların rəqs tezliyi bərabər olarsa riyazi rəqqasın uzunluğunu hesablayın. Tezliklər bərabərdir. Yaylı bərabərdir riyazi rəqqasa və burada düsturlarını yazsaq, növ bərabərdir 1/2 pi kök altda k böl m. Bu yaylı rəqqas üçün, riyazi rəqqas üçün yazsaq 1/2 pi kök altda j böl l. Və bir-birinə bərabər olduğu üçün 1/2 pi kök altda k bölünsün m bərabərdir 1/2 pi kök altda j böl l. 1/2 pi'lər ixtisar getdi, hər tərəfini kvadrata yüksəltmiş olsaq k böl m bərabərdir j bölünsün l-ə və buradan məndən nə istəyir? Uzunluğunu istəyir. Riyazi rəqqasın l uzunluğu bərabərdir mj bölünsün k-ya. Və buradakı m-miz 50 yox 400 qramdır. Və 400 qram yazıram 400 vur 10 üstü mənfi 3 vurulsun 10 bölünsün k-mız 8'dir. 10 üstü 3 mənfi ilə müsbətimiz getdi. Qaldı 4 böl 8 0,5 metr və yaxud 50 santimetr. Doğru cavab olur B variantı. 32-ci sualda kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönələr? Baxırıq, müsbət və mənfi yüklər var. Elektrik sahəsinin intensivlik vektoru biri bu şəkildə müsbətdən mənfiyə doğru, digərdə bu şəkildə yönəlir və nəticədə yekun vektorumuz yuxarıya doğru yönələcək. Yəni biri bu şəkildə müsbətdən mənfiyə, digərdə bu şəkildə yönəlir. Yekun vektorumuz isə yuxarı, bu da olur 3. Y variantı doğru cavabdır. Bir cisim maqnit sahəsində çevrə üzrə hərəkət edən yüklü zərrəciyin impulsu azaldılarsa, onun dövr etmə periodu və cızdığı çevrənin radiusu baxaq görək necə dəyişir. Deməli, burada periodumuz dəyişməz olaraq qalır. Amma radiusa baxsaq, mv bərabərdir qbr. Buradan radiusu tapsaq, mv bölünsün qb. Və bizə bildirir ki, impulsu azalırsa sürət də azalır və radius nə eləyəcək? Azalacaq. Doğru cavab olur. Dəyişməz azalar Y variantı. 33-cü suala keçid alsaq, daha doğrusu 34-cü suala. Klon vurulsun volt bölünsün kiloqram. 34-də yazırıq. Klon amper vur saniyədir. Voltun yerinə yazırıq kiloqram vurulsun metrin kvadratı, amper vur saniyənin kubu bölünsün kiloqram. Və gətirib yerinə qeyd etsək, kiloqramlarımız getdi, amper getdi, yerdə nə qaldı? Metr böl saniyənin kvadratı. Daha doğrusu metrin kvadratı böl saniyənin kvadratı. Bu da olur sürət. Doğru cavabımız D variantı olacaq. 35-ci suala keçid alaq. 35-ci sualda verilmiş kütlə ideal qaz bir halla 2 halına keçəndə hansı mülahisə doğrudur? Deməli, 35. Düsturumuzu yazsaq, U bərabərdir 2-də 3 PV. Baxırıq ki, həcm onsuz da sabitdir. İş düşür təzyiqin üzərinə və təzyiq burada azaldığı üçün daxili enerji də azalır. Qazın daxili enerjisi azalır. B variantı doğru cavabdır. Eyni cismi müxtəlif mayelərə saldıqda itlərlərlə gərilmə qüvvələri arasında hansı münasibət doğrudur? Baxaq. Gərilmə qüvvələrini verib daha doğrusu, mayələrin sıxlıqları arasında hansı münasibət doğru? Deməli, burada yazırıq nə? T gərilmə var və bir də F arximet dəstək olur. Yazırıq T gərilmə, istəyələk F arximet bərabərdir mj. T gərilmə bərabərdir mj çıxılsın F arximet. Və F arximedin də yerinə yazsaq, rho maye və batan vurulsun j-yə. T1, T2, T3. Baxırıq ki, gərilmə qüvvəsi sıxlıqdan xətti asılıdır, amma azalır. Azaldır da burada mənfi olduğu üçün bu şəkildə bir hal alacaq və burada nə edirik? Sıxlıq hansında çoxdursa, orada gərilmə qüvvəsi az olur. Gərilmə qüvvələrini yazsaq, T1, T2 və T3. Yəni, sıxlıq, belə deyək, gərilmə qüvvəsi ilə xətti olaraq azalamağa doğru gedir. Yəni, burada mən yazmalıyam ρ3, ρ2 və ρ1. Uyğun olur 3, 2, 1, Y variantı. 37-ci sual demək olar ki, sadə suallardan, rahat yazılası suallardan biridir. Sabit qüvvənin təsirlə müxtəlif cisimlərin aldığı təsirlərin kütləyə asılı qrafik verilir. Bu cisimin
Bu qüvvənin qiymətini hesablayın. F bərabərdir M vurulsun A, MA daha doğrusu MC yazmışdıq. M'imiz 5 kiloqram olarsa A'mız 8'dir. Yazıram 5 vur 8, bu da edir 40 Newton. Doğru cavab olur Y variantı. Bəş cisimlərin mütləq uzanmasının başlanğıc uzunluğa, mütləq uzanmanın başlanğıc uzunluğa nisbəti olur nə? Nisbi uzanma ki, bu da D variantı sadə suallardan biri. Konturdayı cəryan şiddəti 3 amper olan sarğazdan keçən maqnit seli nə qədərdir bizə deyir? 38 deyil. Cəryan şiddəti 3 amper olarsa maqnit seli 0.6 Weber'dir. Və induktivliyi hesablayın. Fi bərabərdir L vurulsun I. L-i tapsaq, fi bölünsün I yazırıq və 0.6-nı bölürük 3-ə. Bu da edir 0.2 Henry. Doğru cavab Y variantı olur. Difraksiya qəfəsi. Baxaq indi bu suala. 40-cı sualda bildirir ki, difraksiya qəfəsində 1 mm məsafədə 500 cizgi var və qəfəs üzərində tezliyi 6/10^14 Hz olan monoxromatik işıq düşdükdə spektrdə alınan maksimumların ən böyük tərtibini hesablayın. Deməli, D bərabərdir K lambda. Mən buradan tapmalıyam K-nı. İlk öncə D-ni bilməliyəm və lambdanı bilməliyəm. D-nin düsturu L böl N-dir, lambdanın düsturu isə S bölünsün N-dir. Və gətirib yerinə yazsam, L böl N bərabərdir K vurulsun S böl N. Buradan K-nı tapsam, olur L, N, N, S. Və gətirib yerinə yazıram L 1 mm. 1 mm 10^-3 metrdir və vurulsun tezliyimiz 6/10^14'dür. N'imiz 500 cizgi var və S-miz isə 3/10^8'dir. Burada getdi, qaldı 2. Baxaq yerdə nə qaldı? 10^11 yuxarıda qaldı. 2/10^11. 10^8-də mənfi olaraq çıxdı yuxarı. Aşağıda da 500 var. Bu da edir 2000 bölünsün 500. Bu da edəcək 4. Doğru cavab D variantı. 41-ci sual düz xətt boyunca hərəkət edən cisimin koordinatının zamandan asılı qrafiki verilmişdir. Hansı hissədə cisim için etkin enerjisi artır? 41. Y bərabərdir mv kvadratı bölünsün 2. Burada birinci baxmalıyam yeyinləşən hərəkətə. Yeyinləşən hərəkətimiz bir budur, x oxunun əksinə, bir də x oxu istiqamətində. Yəni biri 1-dir, biri isə 3-dür. Bu da olur A variantı. 42-ci sualda 3 naqilin volt amper xarakteristikası verilmişdir. Naqillərin R1, R2, R3 müqavimətləri arasındakı münasibət. R bərabərdir U bölünsün I-dir. Deməli, bura I, bura isə U-dur. Kotangens alfa gəlmiş olur. Kotangensdə də bucaq artdıqca başlayır qiymət azalmağa. Deməli, uyğunluq olaraq yazsaq R1, R2 və R3 doğru cavab olur D variantı. 43-cü sualda koordinat zaman asılı qrafikinə əsasən harmonik rəqs edən cisim təsirinin amplitud qiymətini hesablayın. 43-cü sual. Deməli, x maksımız 0.8 metr və periodumuz 4 saniyə. Pi'miz 3'dür. Təcilin amplitud qiymətini soruşur. A bərabərdir omeganın kvadratı vurulsun x max və omega olur 2pi bölünsün t vurulsun x max. Burada kvadratına yazırıq və 2pi, pi'miz 3, t'miz 4, bunun kvadratı vurulsun x maxımız 0.8. Səhv ixtisar elədik. Bircə dəqiqə. 2 ilə 4 getdi, 2 qaldı və 4-də 9 vurulsun 0.8. Bu da edir 0.2 vurulsun 9, 1.8. C variantı olacaq. Keçək 44-cü suala. 44-də fotoeffekt zamanı udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyük olarsa, yəni silək. Deməli, udulan fotonun enerjisi çıxış işindən 3 dəfə böyükdür. 3A çıxış. Elektronların maksimal kinetik enerjisini hesablayın. Y kinetik max bərabərdir suala. Y foton bərabərdir A çıxış plus Y kinetik max. 3A çıxış bərabərdir A çıxış plus Y kinetik max və buradan Y kinetik max'ı tapsaq olur 2A çıxış. Bu da olur D variantı. Başlanğıc koordinatları eyni olan iki cismin sürətinin
proyeksiyasının zamanı asılı qrafiki verilmişdir. Hansı zamanında cisimlər arasındakı məsafə ən böyük olar? Deməli, burada arada ən böyük olan məsafəyə baxsaq, ikinci cisimə baxsaq, bu şəkildə hərəkət edir. İlk başda bura qədər yeyinləşən, sonra sabit sürətli, sonra yenə də yeyinləşən, sonra T4 zaman anına qədər başlayır yavaşlamağa. Və birinci cisim isə elə stabil şəkildə sabit sürətlə hərəkət edir. Və nəzər yetirsək, T4 anında bu cisimlərin arasındakı məsafə ən böyükdür. Çünki belə deyək də, qismən ilk başda aradakı məsafə bura qədər var idi, amma get-gedə başlayır. İkinci cisim, belə deyək, bura qədər bu şəkli yaxınlaşdırsaq, yeyinləşir. Bu nöqtəyə qədər sürət sabitləşdi, yenə də sürət sabit və yenidən yeyinləşdi. Elə bilin ki, bir cismi stabil olaraq belə gedir, iki cismi isə gəlib onu keçir. Yəni, bu şəkildə gəlib keçir. Sonradan yavaşlayan hərəkət eləsə də, bu hissədə yavaşlayan hərəkət eləsə də, T4 anında cisimlərin arasındakı məsafə ən böyük olur. T4-dən T5-ə deyə bilərsiniz. Niyə T5 olmadı? Çünki T5 anında artıq cismin sürəti başlayır, yavaşlayır. Baxın, elə bilin ki, artıq T5 zaman anında bu ikinci cisim gəlir, birinci cisimə gəlib çatır. Ən axırda da ikinci cismin sürəti sıfırdır. Bu birinci cismin sürəti isə heç sıfır olmur, bərabər sürətlə gedir. Buna görə 4 cismi, daha doğrusu zamanın 4 anında daha böyük olur aradakı məsafə. Gələk 46-cı suala. 46-cı sualda M1, M2 kütləli iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi F-dir. Kütlələri M1, M3 olan nöqtələr arasında qravitasiya qüvvələri nəyə bərabərdir? M1, M2 cisimlərin arasında ümumiyyətlə qüvvəmizin düsturunu yazsaq, M1, M2 bölü R kvadratı və burada aradakı məsafəyə baxsaq, kütləmiz M1, M2 kütləli iki maddi nöqtə arasındakı qravitasiya qüvvəsi. İndi baxaq burada. Birinci üçün yazsam, F bərabərdir. Daha doğrusu bu üstdəki birinci və ikinci cisim arasındakı olsun. Məsafəmiz 2 bölgü olduğuna görə burada olur 4R-in kvadratı. İndi 1-3 aradakı qravitasiya qüvvəsinə baxsaq, M1, M3 bölünsün. Aradakı məsafəyə fikir versək 4 bölgüdür və 16R-in kvadratı yazırıq. Yazırıq J vurulsun M1, M3-ün yerinə yazıram 2M2 bölünsün 16R-in kvadratı. İxtisarımı aparsam qalır J vurulsun M1, M2 bölünsün 8R-in kvadratı. Və bunu da 8-də 1, M1, M2 bölünsün R-in kvadratı kimi yazsam, buradan daha doğrusu belə də yaza bilərəm. 2-də 1 kimi yazıb yuxarıdakı F-lə əvəz etsəm olur 2-də 1 F, yaxud da ki F böl 2. 47-ci sualda quru termometrin göstərişləri eyni olan iki müxtəlif otaqda nisbi rütubətləri 65-45 45-ə bərabərdir. Nisbi rütubətlər Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deməli, qurular eynidir. T quru 1 bərabərdir. T quru 2. Aradakı fərq nə qədər az olsa, nisbi rütubət o qədər böyük olur. Yəni, T quru ilə T yaşın arasındakı fərq nə qədər az olsa, nisbi rütubət o qədər böyük olur. Demək ki, T yaş 1 T yaş 1 böyükdür nəydən? T yaş 2-dən. İndi baxaq, quru termometrlərin göstərişləri yaş termometrlərin göstərişlərindən böyükdür. Quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Bu hər ikisinə uyğundur. Otaqdakı su doymayan buxar halındadır. Doğrudur, hər iki otaqda doymayan buxar halındadır. Fi bərabərdir rho bölü rho 0. Mütləq rütubət daha böyükdür. Fi'si böyük olanın mütləq rütubəti daha böyükdür. Parsial təzyiq fi bərabərdir P böl P0 vur 100%. Daha kiçik olan olur fi 2. Bu da 4. 3 sonra 4 1 2 B variantı. 48-ci suala keçid alırıq. 48-ci sualda bildirir ki, mayelərdə Pascal qanunun doğruluğunu hansı cihazla yoxlamaq olar? Pascal qanunun doğruluğundan söhbət gedirsə, mayeli manometr olar, higrometr, psikrometr, ariometr və barometr olmaz. Sabit həcmdə verilmiş kütləli ideal qazın mütləq temperaturunu 3 dəfə artırsaq, sabit həcmdə V bərabərdir konstant və temperaturunu 3 dəfə azaltsaq, T1, T2 nisbəti 3-də 1-dir. Təzyiqi azaldı. P1-imiz P-dir, P2-miz isə P çıxılsın 500. Və təzyiqin əvvəlki qiyməti P1-i bərabərdir suala.
Təzyiq ilə temperatur düz asılıdır. Yazıram P2-nin P1-ə, T2-nin T1-ə. Yazıram P çıx 500 bölünsün P bərabərdir 3-də 1. 3P çıxılsın 1500P bərabərdir P-yə. 2P bərabərdir 1500-ə. P də bərabərdir 750 Pascal. Doğru cavab olur C variantı. 2W bölünsün fi, deməli 50-ci sual 2W bölünsün fi'yə. Maqnit seli W maqnit sahəsinin enerjisidir. 2 vurulsun. Enerjinin düsturlarına gəlsək, fi bölünsün 2 və gətirib yerinə yazsam, fi bölünsün 2, 2 burada yazım. Fi isə həmin fi'dir, gətirib burada yerinə yazıram. 2'lər getdi, fi'lər getdi, qaldı i. Bu da cərəyan şiddəti olmuş olur. 51-ci suala keçid alırıq. Sürtünmə əmsalı 0.5, 51. Sürtünmə əmsalı 0.5-dir. F dartı qüvvəsi 25 Newtondur. Qrafik arabacının sürətinin zamanla asılı qrafikini ifadə edir. J bərabərdir 10-dur. İlk başda əvəzləyicisini tapsaq və burada M-i də verib ki, bizə 2 kiloqramdır. M-anı tapaq, görək bizə nə verir. Deməli, burada F sürtünməmiz bərabərdir mu mg bərabərdir mu 0.5 m 2j 10. Bu da edir 10 Newton. Və F dartıya baxsaq, F dartı F sürtünmədən böyükdür. Dartı sürtünmədən böyük olduğu üçün cisim X oxunun əksi istiqamətində yeyinləşən hərəkət edir ki, bu da C variantı olacaq. X oxunun əksinə olduğunu qrafikdən, daha doğrusu şəkildən görürük. Gələk növbəti 52-ci sualımıza, görək burada bizə nə deyir. İpə bağlanmış cisim şaquli müstəvidə bərabər sürətlə fırladılır. Əgər N nöqtəsində ip qırılarsa, cisim hansı istiqamətdə hərəkət edər? Deməli, burada bir ipin gərilməsi var, T gərilməsi. Gəldi, cisim bu nöqtəyə çatdı. N nöqtəsində tutalım ki, ip qırıldı. Bir cisim sola doğru gərilməsi var. Bir də kənara doğru çəkən qüvvəmiz var. Nəticədə burada ip qırılarsa, gərilmə F-ə bərabər olacaq və yerdə bir dənə cismin ağırlığı var ki, mg-si. Bu da təbii ki, yerin mərkəzinə doğru yönələcək. Doğru cavabımız olur A variantı. Radioaktiv elementin 15 sutka ərzində nüvələrinin deməli 8-də 7 hissəsi parçalandı. T bərabərdir 15, 8-də 7, m böl n0. 8-də 7-si parçalanıb, 8-də 1-i qalıb. M böl n0 bərabərdir 8-də 1-ə və M böl n0 bərabərdir 2-nin üstündə mənfi T böl T. Və burada sutkalar fərqli olduğu üçün bunu birinciyə T1 yazıram. 8-də 1 bərabərdir 2-nin üstündə mənfi T1 bölək T. 15 bölünsün T. Yazıram 2-nin üstündə mənfi 3 bərabərdir. 2-nin üstündə mənfi 15 bölünsün T-yə. T bərabərdir 15 bölünsün 3. Bu da edir 5. Və gətirib ikinci hissədə yerinə qoyuram. Deyir 16-da 15 hissəsi neçə sutkaya parçalanır? 16-da 15 hissəsi parçalanır. Onu da 16-da 1-i və 2-nin üstündə mənfi T bölünsün T-yə. 16-da 1-i 4-ün üstünə mənfi 4, bağışlayın, 2-nin üstünə mənfi 4, 2-nin üstünə mənfi T bölünsün, T2 bölünsün, T-miz də ki 5. T2 bərabərdir 4 vurulsun 5, 20 sutka. 54-cü sualda bizə nə bildirir, baxaq. Cismin sürətli modunun zamandan asılı qrafiki verilmişdir. Əvəzləyici qüvvənin işi üçün hansı ifadələr doğrudur? Deməli, burada cisim ilk başda yavaşcan hərəkət edir, sonra sabit sürətlə, sonra yeyinləşər. Birinci hissədə əvəzləyici qüvvənin işi mənfidir, burada 0-dır, burada isə müsbətdir. Doğru cavab olur 2, 3 və 4. 54-cü sualda havada yayılan 3 MHz tezlikli elektromaqnit dalğasının uzunluğunu hesablayın. 55. 3 MHz nü bərabərdir 3, 10 üstü 6 Hz. C bərabərdir 3 vur 10 üstü 8 metr bölək saniyə. Lambda bərabərdir C bölünsün nüyə. 3 vur 10 üstü 8, 3 vur 10 üstü 6. 3'lər getdi 10 üstü 8, 10 üstü 6'ya böləndə qaldı 100 metr.
56-cı suala keçid alırıq. Radioaktiv elementin 15 sutka ərzində 8-də 7 hissəsi parçalandı. Bu elementin 16-da 15 hissəsi neçə sutkaya parçalanar? Bu şəkildə yönələcək. Baxaq, K nöqtəsində gəldi, döndü, dolandı və yuxarıya doğru, K nöqtəsində yuxarıya doğru 1-ə D, M nöqtəsində sola doğru 2-yə, M nöqtəsində sola doğru 2-yə B, 3-ə B daha doğrusu, L nöqtəsində aşağıya doğru oldu C. Gələk situasiyalara. K açarını açdıqda dəyişən cəryan dövrəsinə qoşulmuş ampermetrin göstəricisi necə dəyişər? Müvafiq düsturları yazmaqla cavabınızı əsaslandırın. Birinci K açarı qapalı olduğu zaman 58-ci sualda S paralel bərabərdir 2S-yə. S açıq olanda, indi burada açıq olduqda isə olur S. Bu qapalı, qapalı. Aşağıdakı isə açıq. Nə oldu? Tutun burada başladı azalmağa. I M bərabərdir U max vurulsun omega vurulsun S'yə. Birinci halda daha doğrusu K açarını açdıqda cəryan şiddəti azalar. Cəryan şiddəti tutun azaldığı üçün azalır. Bu hissədə 600 Newton qüvvəmiz var. Çünki 300 aşağı hissəyə 600 Newton düşür. Belə bilin ki, bu dayaq rolunu oynayır və yaxud da N reaksiyasını buradan baxsaq, yəni 600 bərabərdir 59-cu sualda 600 bərabərdir 50 vurulsun 10 plus M2 vurulsun daha doğrusu M2J və burada olur nə? M2J bərabərdir 100 Newton. M2J-mizi tapdıq ki 100 Newtondur. Sol tərəfdə burada yekun 500 Newton qüvvəmiz var. Sağ tərəfdə də 500 Newton. Yəni M2J-mizi tapdıq ki 100 Newtondur. Bölgü 5 dənə olmalıdır. Deməli 1, 2, 3, 4, 5. 5-ci bölgü gəlir düşür S nöqtəsinə. Demək ki S nöqtəsindən asmağımız lazımdır. Müvafiq şüalardan istifadə edərək çökük sferik güzgüdə verilmiş cismin xəyalını qurun. Çökük sferik güzgünü çəkək bu şəkildə və 3 bölgü. Bax, bura deyək ki, fokus nöqtəsi, burada olsun 2 qat fokus nöqtəsi, bu da T və F nöqtəsindədir cisim. Birini göndəririk güzgünün üzərinə, keçirdirik F nöqtəsindən, düz keçmədi. Keçirdirik F nöqtəsindən. Bu şəkildə ikincini də göndəririk T nöqtəsinə və gəldiyi kimi də geri qaytarırıq. Bu şəkildə olmuş olacaq. Diqqətiniz üçün təşəkkürlər, hələlik.